Əmirul-Möminin Həmmam xutbəsində buyurur ki, möminlər özlərinin az işlərindən razı qalmazlar. Baxmayaraq iş görür, cəmiyyətə fayda verir, xalqın xidmətində dayanır, ailəsinin xidmətində dayanır. Amma həmişə özünü qınayır ki, mən az iş görmüş olaram. Mən çox iş görə bilərdim. Mənə Allah bu ömrü, bu sağlamlığı, bu fürsəti veribsə, mən cəmiyyət üçün çox iş görə bilərdim. Və ya namaz qıldıqda mən çox namaz qıla bilərdim, çox ibadət edə bilərdim. Mən Qur'an oxuya bilərdim, amma səhlənkarlıq edirəm. Bu cür insan özünü danlasa, o qabağa gedəcək. Həzrət bu xutbədə deyir ki, təqvalılar, həqiqi möminlər, belə deyək, özünü danlayan, Allah huzurunda səhvlərini və cəmiyyətdə səhvlərini etiraf edən mömin bu cür olacaq. Özlərinin az işlərindən razı qalmazlar və əməllərini heç vaxt çox saymazlar. Özlərini həmişə günahlandırarlar. Həmişə özünü günahlandırar. Mən bu işdə səhv elədim. Mən gərək keçən ay və ya ibadətlərimdə daha diqqətli olaydım. Eləməmişəm, keçən ayda diqqətli olmamışam, cemaat namazına önəm verməmişəm, keçən həftə cümə namazına önəm verməmişəm. Bundan sonra özünü günahkar hesab etməlidir. Nəinki bəhanə tutmalıdır. Elə qoy günümüzün bəlası bu cümə namazı, cümə günləridir, insanların gəlməməyi ondan başlayır. Bəhanə tutasan ki, işim var idi. Keçən cümə getmişdim də. Nə bilim, izləyirəm də sosial şəbəkədə xutbəni, bu bəhanələrlə ruhaniləri, canlı xutbə edənləri, nə bilim, müxtəlif bəhanələr gətirərək cüməyə gəlməmək üçün özünü haqlı hesab edir. Məscidə, tək bu məsciddən söhbət getmir, ümumilikdə məscidlərdən söhbət gedir. Amma mömin gərək özünü danlıya, özünü həmişə günahkar hesab edə ki, niyə mən cüməyə getmədim? Və ya hansı naqis əməl gördüm ki, mən bu cümə məscidə gedə bilmədim və ya mən bugün cemaat namazına qoşula bilmədim və ya bu yaxşılığı edə bilmədim. Bir fəqirə xidmət, bir kasıba xidmət edə bilmədim. Ata-anama xidmət edə bilmədim. Bugün nə oldu mən ata-anamın başına qışqırdım? Hansı günaha eləmişdim ki, şeytan məni Allahdan uzaqlaşdırıb bu işi görməyə vadar edir?